Gənclik mənbəyi sağlamlığa saysız-hesabsız faydaları olan nardan bəhs edəcəyik. Yaxşısı budur da bu dəfə narın bir nömrəli meyvə olmasından, onun immunitetə və qan azlığına xeyrindən danışacağıq. Nar haqda maraqlı məlumatlar, ondan hazırlanan maraqlı reseptlər, meyvənin qan damarlarını təmizləmə funksiyası, nar qabığından fitoterapiyada istifadə qaydaları, nar festivalı. Festivalın siması olan məşhur qonağımızın maraqlı söhbətləri az sonra yaxşısı budur da. Nar təbiətin insana bəxş etdiyi ən dəyərli meyvələrdən biridir. Onun tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Qədim nar ağacları 200-300 ilə qədər yaşayır. Buna görə onu dünyada uzunömürlü meyvə ağaclarından biri hesab edirlər. Narın meyvəsinin tərkibində olan hissənin əksər hissəsi polifenollardan ibarətdir. Həmçinin onun tərkibində də karbohidrat, mineral, vitamin C bunlar var. Kimyəvi aktiv maddələrin hesabına müsbət təsir göstərir. Narın pərdəsində isə polifenol daha azdır. Narın qabığına gəldikdə isə onun belə qeyd edeyim, aktiv tirozinaza inhibitorun aktivatorları var. Antioksidant özəlliyi daha yüksəkdir. Nar C vitamini ilə zəngindir. Bu da orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. O, qan dövranını yaxşılaşdırır, xolesterini tənzimləyir, damar tıxanmasının qarşısını alır. Narın yaxşı xüsusiyyətlərindən biri odur ki, şəkərin miqdarına yüksək dərəcə təsir göstərmədiyinə görə digər meyvələr içərisində bir 5 addım öndə sayılır ki, onu şəkər xəstələrdə istifadə edə bilərlər. Narın şəkərsiz şəkildə bəhməz formasında hazırlanması daxilə şəkərli xəstələr üçün də istifadə oluna bilər. Həmçinin bəhməz şəklində ən çox da az yaşlılarda və yeniyetmə dövrlərində tez-tez xəstələnən bir insanlarda vitamin çatışmazlığı varsa, bu zaman narın bəhməz şəklində də istifadə edilməsi tövsiyə olunur. O şəkildə əgər hazırlaya bilmirlərsə, narın şirə şəklində də istifadə olunması məqsədə uyğundur. Narın tərkibində punikolagen adlı antioksidant yalnız bu meyvədə olur. Bu maddə qan damarlarının daxilində yığılan yağları təmizləyir. Buna görə də nar ürək üçün ən faydalı meyvələrdən biridir. Hipertoniyadan əziyyət çəkən insanlar, xüsusilə ürək-damar xəstəlikləri olan insanların mütəmadi gündəlik qəbul etdikləri dərmanlar var ki, bunlar qan durulaşdırıcı dərmanlar, eləcə də təzyiqi aşağı salan dərmanlardır ki, bu dərmanları qəbul edən insanlar nar qəbul edərkən mütləq ehtiyatlı olmalıdır. Çünki bəzən olur ki, narın da qan durulaşdırıcı xüsusiyyəti olduğuna görə, xüsusilə qan dövranını yaxşılaşdırdığına görə həmin dərmanlarla birlikdə qəbul olunduqda qarşılıqlı təsirə gedərək xəstəliyin müəyyən şəraitdə kəskinləşməsinə və yaxud da həmin qəbul edən insanlara müəyyən fəsadlar verə bilər. Ona görə bu kimi insanlar mütləq şəkildə narı yeməkdən sonra az bir miqdarda qəbul etməlidirlər və mütləq qəbul etdikləri dərmandan ən azı 45-50 dəqiqə fasilə verərək qəbul etməlidir. Polifenollar və askorbin turşusu hesabına həm immunitetinizi artıracaq, həm metabolizminizi sürətləndirəcək. Bir də narın ən yaxşı xüsusiyyəti odur ki, nə qədər istifadə etsən də kilo almırsan. Çəkini artdırmağa kömək edər, nəinki kilo almağa. Ona görə insulin rezidentliyindən əziyyət çəkən insanlar belə nardan istifadə edə bilərlər. Necə ki, şəkərli diabetli xəstələrdir. Tədqiqatlara görə nar suyu beyindəki yaddaş funksiyasını aktivləşdirir. Həmçinin narın tərkibindəki təbii şəkər və vitaminlər orqanizmi daha canlı saxlayır. Nar antioksidantlarla zəngin olduğu üçün bəzi növ xərçəng hüceyrələrinin inkişafını ləngidir. Toxumunun yağının istifadəsinin prostat vəzinin proliferasiyası zamanı, yəni xərçəngönü mərhələsindəki zamanda necə istifadə etmək olar? Hətta onu araşdıra biliblər. Amma narın toxumunun daha çox özəlliyi, əsas insanlar qırmızı rəngdədir deyə düşünürlər ki, bunu içərək qanımı artıracam. O sadəcə olaraq rəng göstəricisini artıra bilir. Çünki bizim ümumi qan analizində 19 və 24 parametr var ki, o parametrlərin hamısı hemoqlobini göstərmir ki, müxtəlif dərəcələr var. Orada hemoqlobin deyil, onun xromluq dərəcəsini, yəni hipoxrom anemiyalar da varsa, məsələn deyə bilərəm,
talassemiya minor ola bilər və yaxud da B6 vitamini çatışmazlığı ola bilər, qurğuşun intoksikasiyonu ola bilər. Həmin zaman narın meyvəsini istifadə edə bilərlər, amma rəng göstəricisinin miqdarını artıracaq. Amma nar özü birbaşa dəmir verəsi bir təbii qida deyil. Narın şirəsi qocalmanın qarşısını alır. O həmçinin qırışları azaltmaq üçün ən gözəl vasitələrdən biridir. Şirəsinə gəldikdə isə 60 kiloqramlıq bir insan üçün 100-150 milliqram hissəni keçməlidir. Stakan yarısı qədər deyək, məsələn böyük stakanda və yaxud da armud stakandan biraz daha çox. 80 kiloqramlı insanlar üçün isə 200 milli və 220 milli şəkildə istifadə etmək olar. Yəni mütləq deyil ki, kiminsə qanı aşağıdır və çəkisi azdır, mən ona daha çox 2-3 litr nar şirəsi verəcəm və bu qanı həmən artıracaq. Belə bir araşdırma təsdiq olunmayıb. Bir amma plasebo effekti var ki, həqiqətən də kimsə qanı aşağıdırsa və tez-tez xəstələnirsə, narın bir neçə dəfə yedikdən sonra özünün əhvalını yaxşı hiss eləyə bilir və özünün beyninə ötürə bilir ki, bu narı yediyim, getdi birbaşa mənim qanımı artırdı və mən daha güclü olacağam. Təbii ki, nar yeyən insan güclü olar. Mənşəyi bəlli olmayan yerlərdə nar şirəsi satılır ki, bundan da alıb istifadə edirlər. Bu zaman mütləq diqqət etməli olacaqları məqam odur ki, sanitar gigiyena qaydalarına əməl olunaraq bunun hazırlanması önəmlidir. Çünki nar yetişdirilməsində ümumiyyətlə onu zərərvericilərdən qorumaq üçün gübrələrdən və yaxud da herbisitlərdən, pestisidlərdən istifadə olunur ki, bu bəzən qabığında qala bilir və bu şəkildə şirəyə keçə bilər ki, bu da müxtəlif fəsadların yaranmasına gətirib çıxardır. Ona görə burada sanitar gigiyena qaydaları və normaları çox önəmlidir və bəzən də nar şirəsinə əlavə olaraq su qataraq istifadə edirlər ki, bu sağlamlıq üçün bir çox zərərləri ola bilər. Yaxşı olar ki, su qatıb onu içməkdənsə miqdarını az olaraq təbii şəkildə içsələr, bu zaman daha faydalı ola bilər. Narın tək şəkildə meyvəsi dərinin şəffaflığını artıra bilir. Çünki bizim dəri qatlarının mayeyə ehtiyacı var. Maye ehtimalına görə effekt verir. Bir də azkorbin turşusu hesabına bizim bədənimizin bir neçə hissələrində fərqli tip 1, tip 2, tip 3, tip 4 kimi kollagenlər var ki, bunlar nəinki dəri üzərindən gözün özü üçün belə və bayaq qeyd etdiyim kimi oynaqlar üçün belə faydalı sayılır. Həmçinin narın yağını bir sıra başqa məhsullarla birlikdə qarışdırıb tez-tez yaranan dəri səpkilərinin üzərinə damla şəklində istifadə olunub və 2 saat qalmaq şərtilə silinir. Həmin yerdə həm izini itirə bilir, həm də səpkidən azad olmağına kömək edir. Amma kimdəsə yaranan səpki əgər allergik dermatit fonunda, allergiya fonunda yaranıbsa, qeyd olunan reseptdə istifadə etmək tövsiyə olunmur. Narın tərkibindəki xüsusi polifenollar beyindəki hüceyrələri oksidləşmədən qoruyur. Araşdırmalar göstərir ki, nar suyu Alzheimer və yaddaş itkisi riskini azaldır. Narın meyvəsini istifadə olunan zaman defisit olan vitaminlərin sorulmasına kömək edə bilir. Hər hansı bir vitaminlərin sorulması ləngidiyi formada kimisə yaddaş pozulması varsa, dolayı yolla, yəni birbaşa təsir göstərmir. Dolayı yolla təsir göstərərək effekt verə bilər. Həmçinin narın yağından bir sıra Asiya ölkələrində gicgahların, qulağın arxa tərəfini və boyun nahiyəsini həmin yağla masaj edirlər və masajın hesabına qan dövranı yaxşılaşdırılaraq siz dediyiniz yaddaş probleminin, yaddaş zəifliyinin qarşısını ala bilər. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Misirlilər narı əbədi həyatın simvolu hesab edirlər və onu fironların məzarına qoyurdular. Nar bir çox müqəddəs kitablarda bərəkət, bolluq və gözəllik rəmzi kimi xatırlanır. Qurani-Kərimdə nar cənnət meyvələrindən biri kimi təsvir olunur. Bibliyada da nar sülh və ədalət simvolu sayılır. Antik Yunanistanda nar sevgini və doğumu simvolizə edirdi. Yunan mifologiyasında sevgi ilahəsi Afrodita nar ağacı əkmişdi.
Yunanistanda gəlinlər toy günü ətrafa nar dənələri saçırdılar. Bu, bolluq və uşaq arzusu deməkdir. Mövsümün ən gözəl salatlarından sayılan nar salatını sizə təqdim edirəm. Bizim üçün buna nə lazımdır? Deməli, lobya, bildiyiniz kimi lobya da böyrəyə çox faydalıdır. Qırmızı soğan, xırda-xırda doğranmış. Aşpazlar buna sandişi doğraması deyir. Bəli, qaraciyərin yaxın dostu olan çuğundur. Lobya bişmişdir, çuğundur isə öncədən rəndələnmiş əlavə etdik və xırda-xırda doğranmış qoz əlavə olunur. Ən güclü antibakteriyal olan sarımsaq. İnsan orqanizmi bax belə soyuq havalarda müdafiə sistemini gücləndirən sarımsaq əlavə olunur. Duzu da əlavə edirik. Və mədə bağırsağı mikrob və bakteriyalardan qoruyan qara istiot əlavə olunur. Mədə bağırsağın ən yaxın dostu olan təmiz zeytun yağı əlavə edirik. Nar şərabı əlavə olunur ki, qaraciyərə və ürəyə qana çox güclü faydası var. Nar əlavə olunur və yaxşıca qarışdırırıq, 30 dəqiqə gözləyirik. Narın heç bir hissəsi içkiyə getmir, qabığını, içindəki pərdəsini isə mükəmməl formada çox ləzzətli və dadlı çay dəmləyə bilərsiniz. Nar salatının tam hazır olması müddətini gözləyərək boş dayanmırıq, mükəmməl məhz belə bir çaydan istifadə edirik. Salatımız artıq hazırdır. Buyurun, sizlərlə nuş olsun. Mən hazırladım və Günel xanım və Elza Seyidcahan salatın dadına baxıb öz rəylərini bildirəcəklər. Tam orqanik, təmiz məhsullardan hazırlanan, bax, Azərbaycan Milli Mətbəxinə aid olan belə mükəmməl nar salatı maya neşsiz. Unutmayın, belə gözəl salatları bilin, faydalanın, hazırlanın. Necə deyərlər, meyvələrdən 3 meyvə var. Biri alma, biri heyva, biri də nar dostlar. Xoş gəlmişsiniz. Bir daha sizin gözəl nar haqqında olan ifanızı çox bəyəndik. Elə gözəl qız balamız da sizin fanatınızdır. İlham, eşitdim ki, Özü təqdim eləmək istəyir, fanatınızdır. Nə gözəl. Əllərinizə sağlıq. Sizə nuş olsun. Elə görürəm, salatınız da nardan ibarətdir. Bəli. Elə bu mövsümə görə və sizin o musiqi ilə də. Turşməzə, şirin, şirin, acı, acı. Yumru sandıqlar açılacaq budaqlardan. Nar, nar, nar ağacı əkmişəm bütün dünyaya. Nar ağacı əkmişəm. Gedək yar gələm, nar, nar, nar gələm. Durun gedək yar gələm. Nar təbii gənclik mənbəyi adlanır. O həm daxildən, həm də xaricdən müsbət təsirə malikdir. Hətta narın toxumunun yağından kosmetologiyada istifadə olunur. Daha çox saçın dibinə masaj şəklində çəkilir. 2 saat qaldıqdan sonra saç yuyulur və məsləhət görülür ki, saç yuyulduqda gizli tikəndən dəmlənmiş məhlulla yuyulsun. Və mən bunun nəticəsini də görmüşəm. Yəni topa-topa şəklində saç tökülməsi olan insanlar və daxili orqanlarında heç bir problemi olmadan, mineral əksikliyi olmadan narın xarici istifadəsi belə effekt verir. Bir narın içərisində olacaq pərdələr kifayət edir ki, 400 ml qaynar suda dəmlənib hazırlansın. Həmin hazırlanmış məhlul götürülür
və hər dəfə saç yuyulduqdan sonra bunu püskürtmə şəklində də istifadə edə bilərsiniz və yaxud da həmin saç dərisinin üzərinə alınmış mayədən təpitmə şəklində də istifadə edə bilərsiniz. Bəzən olur ki, kimdəsə quru ekzema ola bilir və yaxud da dəridə hər hansı bir ləkələr var ki, həmin pərdənin mayəsindən tənzifə batırıb silmə şəklində də istifadə etmək olar. Qırışların azalmasına, dəridə kollagenin yaranmasına, orqanizmdə hüceyrə yenilənməsinə faydalı təsiri var. Amma qədim dövrlərdən sağlamlığın və bolluğun rəmzi kimi tanınan narın faydaları ilə yanaşı bəzi zərərli cəhətləri də var. Narın meyvəsi özü qəbizlik yaratdığına görə, qəbizliyi çox olmuş bir adamlarda əgər babasil və ya kəskin hemoroidlər varsa, bu zaman əks göstərici sayılır. Narın özünün sorulması da uzun çəkən bir proses olur. Əgər kiminsə xroniki 12 barmaq bağırsaq xoraq xəstəliyi və yaxud da mədənin antral qastriti varsa, bu zaman yaxşı olar ki, o problemini müalicə elətdirib sonra narın faydalarından yararlansın. Çünki bəzi dərman preparatları var ki, mədə mikrobunun eradikasiyasında istifadə olunan dərmanlardır və yaxud da 12 barmaq bağırsağın müalicəsində istifadə olunan dərman preparatları ilə narın meyvəsi və şirəsi istifadə olunması tövsiyə olunmur. Hindistan dünyanın ən böyük nar istehsalçılarındandır. Burada narla bağlı kənd təsərrüfatı yönümlü festivallar keçirilir. Bu da fermerlər üçün böyük əhəmiyyət kəsb edir. Festivalda ən böyük nar, ən şirin nar, nar bazarı kimi yarışlar olur. Ölkəmizdə də narla bağlı Göyçay Nar Festivalı təşkil olunur. Azərbaycanın rəmzinə çevrilən möhtəşəm bayram ilk dəfə 2006-cı ildə keçirilib. O vaxtdan etibarən festival hər il noyabr ayında baş tutur. Niyə Göyçay? Çünki Göyçay Azərbaycanın Nargülü bölgəsi hesab olunur. Burada yetişən narlar rənginə, dadına və şirəsinə görə digər məhsullardan qat-qat daha fərqlidir. Göyçay Nar Festivalı artıq beynəlxalq tədbir kimi tanınır. Hər il Latviyadan, Rusiyadan, Gürcüstandan, Türkiyədən, hətta Yaponiyadan festivala qonaqlar gəlir. Festivalın əsas məqsədi Azərbaycanın qədim narçılıq ənənəsini dünyaya tanıtmaq, yerli fermerləri dəstəkləmək, nar məhsullarının ixracını artırmaq, mədəni turizmi canlandırmaqdır. Bu bayramı Şamaxıdan eşidib gəlmişik və biz artıq neçənci dəfədir bu nar festivalında iştirak edirik. Hər il ölkəmizin müxtəlif bölgələrində festivallar olur. Eyni zamanda Göyçayda da. Nar festivalı hər il çox möhtəşəm təşkil olunur. Həqiqətən də Göyçayda da çox gözəl bayram abu-havası vardır. Göyçay rayonu İncə kəndindən gəlmişik. Narlarımızı gətirmişik. 3 sort narımız var. Vələs nardır, gülöşən nardır, ağ şirin nardır. Həm sərgidir, həm də satış üçündür. Qiymətlərimiz də münasibdir. 1 manat 50 qəpikdən tutmuş 4-5 manata kimi. Nar çox gözəl meyvədir. Meyvələrin şahıdır. Heç bir meyvanın başında taz yoxdur. Nar həyat üçündə, sağlamlıq üçündə zəruri olan yeganə meyvədir. Qan dövranını yaxşılaşdırır, qaraciyəri təmizləyir, təzyiqə normallaşdırır. Nardan çoxlu əl əməyindən istifadə edirik biz. Nardan çoxlu məsəl üçün nar soku hazırlanır, nar şarabı hazırlanır, nardan çay hazırlanır. Bu ilki Nar Festivalının rəmzi simvolu olan Nar Şahzadəsi Azərbaycan Respublikasının əməkdar artisti Elza Seyidcahan idi. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında Azərbaycan və Qırğızistan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bizdə Yazıçılar Birliyinin üzvü olan əməkdar artist Elza Seyidcahandır qonağım. Necəsiz Elza xanım? Çox sağ olun. Yaxşı olasınız. Bu ilki Nar Festivalının siması siz idiniz. Gözəl Göyçək geyiminiz də buradadır. Çox sağ olun. Görürəm maşallah məni narla qarşılamışsınız, özünüzün də geyimi və burada bizim gözəl məkanımız. Nar doğrudan da çox belə sirli bir meyvədir. Həm meyvə kimi, həm onun mənası və Azərbaycanın nar meyvəsi, baxmayaraq ki, əlbəttə başqa ölkələrdə var. Biz tez-tez Avropa ölkələrində, konsertlərdə olanda mən çox görürəm orada nar belə, necə deyərlər, figurlarını, aksesuarlarını. Narın elə bil ki, hazırlanmış belə müxtəlif saxsı qablardan orada çox görürəm və hətta bizə nisbətən orada daha çoxdur.
Bir də 7 dənə şam daha çox görürəm orada. Bir də hətta oradan mən öyrəndim ki, onlar yeni ildə saat il dəyişən vaxtda öz qapılarına narı belə çırpırlar ki, nar partlayanda nə qədər nar partlayarsa, belə ətrafa saçılarsa, onun suyu, onun dənələri həmən il orada bolluq olur. Mən oradan gələndən sonra bunu hər il, yeni ildə və Novruz bayramında öz evimdə onu edirəm. Düşünürsünüz ki, beləliklə bolluq gələcək. Düşünürəm, inanıram və elə də olur. Bu ilki festivalda sizin bəstənizlə açılış oldu. Bu ilki festivalda mən Nar Şahzadəsi, yəni ki, orada Nar Şahzadəsi obrazında oldum və əlbəttə ki, sonunda konsertimizin atəşfəşanlıqla, nar ağacı mahnısının sədaları altında. Bu nar ağacı sözləri Seyran Səxavət, bizim gözəl şairimiz, onun sözlərinə bəstələdim. Və mən özü çox maraqlıdır ki, bu şeir yazdım 1968-ci ildə, mən doğulan ili. Təsəvvür edirsiniz, mən doğulan ilində. Sadəcə bilirsiniz necə, mən... Təsadüf də elə gətirdi ki, bu il siz də festivalın siması oldunuz. Mənə bu ki, bu ruh, bu hiss, mənə elə bir narahat, nə mənada, elə bir duyğulandırırdı ki, mən nar ağacı, nara mən mahnı yazmalıyam da, elə bir mən bunların möcüzəsini hiss eləmişdim də, yəni görürdüm, hər dəfə bu nar meyvəsini yeyəndə, deyirdim, ay Allah, sən necə möcüzəsən, sən bunu necə yaratmışsan, narın hətta dənələri də fərqlidir və bu paltarın da görkəmini, deyərdim, ideya müəllifi mənim bacım Rasimə xanım Seyidcahan, dedi, bacım, əgər qəbul edərsənsə, mən sənə istəyərdim belə bir paltar təqdim edək, və Zeynifərə xanım... Üzərində olan qaşlar sanki elə nar dənələrini xatırladır. Bəli, bu məxsusi xaricdən gətirildi. Zeynifərə xanım Qurbanova, modelyer, əl işləri o çox sevilir. Öz sözünü deyib teatrda, filmlərdə. Zeynifərə xanıma biz onu dedik. O bu paltarı doğrudan da qısa bir müddətdə hazırladı. Mənim üzümün nar cizgilərini bizim Pərviz Mirzəyev, həmin üzümdə onların cizgilərini çəkdi. Asiya xanım var, Musayeva. Hamımız belə səfərbər olduq, burada demək olar. Getdik Göyçaya, böyük bir heyətlə. Bir növ fermerlərə də bir dəstək olursunuz. Əlbəttə ki. Bu vasitəyə. Hər şey haqqını vermək lazımdır. Yəni mənə xoşdur ki, yazılar yazır ki, festivalın haqqını Ezo Seyidcahan verdi. Festivalın haqqını Ezo Seyidcahan verdi. Və bu məni çox sevindirir, çox ruhlandırır. Yadda qalan oldu ki, bizə çoxlu dadlı narlar hədiyyə etdilər və o narları... Fermerlər sizin sayənizdə yəqin ki, sevindi. Bəli, bizə baxıb çoxlu xaricdən gələn insanlar çoxlu nar aldılar. Çox gözəl vurğuladınız. Mən də təşəkkür edirəm sizə ki, bu günləri bizlə belə səmimi həmsöhbət oldunuz. Nar festivalında da sizin kimi sənətini, işini sevən insanın bir sima olaraq çıxış etməsi həqiqətən də qürur vericidir. Uğurlar sizə. Son olaraq qeyd edim ki, festival çərçivəsində ən böyük nar şirəsinin sıxılması və 15 kiloqramlıq səbəti sol əllə saxlama yarışları təşkil olunub. Həmçinin nar mövzusunda məşhur dizaynerlərin hazırladığı moda kolleksiyası təqdim edilib və ən gözəl nar qızı seçilib. Bilin ki, Göyçayda yüksək dad və keyfiyyət göstəriciləri ilə fərqlənən gülöyşə, vələz, şirin, şıxbaba, şelli mələsi, qırmızı qabıq, bala mürsəl, şahnaz, ağ şirin və digər nar növləri yetişdirilir. Bu məhsullar Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsini təşkil etməklə xarici bazarlarda da tanınır. Azərbaycan milli ornamentlərində nar motivi çox geniş istifadə olunur. Xüsusilə geyimlərdə, aksesuarlarda bu özünü göstərir. Nar həm qədimdən, həm də bugün bəhrəliyin, bolluğun, ailə birliyinin və bərəkətin simvolu kimi qəbul edilir. Davamlı xəstələnmiş insanlarda immunitetin aşağı düşməsi zamanı yaxşı olar ki, narın meyvəsindən daxilə qəbul etsinlər və yaranan o sidik yolu infeksiyası, xroniki prostatit və yaxud da kalsinatlar yaranır. Bunları təmizləmək üçün narın qabığından istifadə edin. Təsəvvür edin ki, bir meyvə dərirsiniz, içərisindən daxili immuniteti, çölünü örtən qabığından isə dəmləmə şəklindən infeksiya əleyhinə antibakteriyal təsirə malik məhsul əldə etmiş olursunuz. Narı toxumlu yeyərək qida borusundan tutmuş, düz bağırsağınıza qədər rast gələn bütün proliferativ prosesləri tənzimləyə bilir. Hətta narın toxumunun yağının bağırsaq polipləri əleyhinə müsbət təsirləri var. Narın toxumunun yağını suya qarışdıraraq daxilə istifadə etmə forması var. Toxumunun yağı bağırsaq polipləri üzərindən, həmçində mədə polipləri üzərindən daha çox da risk daşıyan qrupda olan mədə və yoğun bağırsaq polipləri əleyhinə müsbət təsir göstərir. Ona görə narı
toxumlu yeyib şirəsini daha az istifadə etməyinizi tövsiyə edirəm. Yaxşısı budur, narı öz mövsümündə və bir dənədən artıq olmamaq şərti ilə gündəlik qəbul edin ki, onun faydalı xüsusiyyətlərindən yararlana biləsiniz. Artıq bildik ki, narın içi kainat kimi sonsuz sirlərlə doludur. O görünüşcə sərt olsa da, daxilində çox faydalı qida məhsulları var. Buna görə yaxşısı budur, onu rasionunuzdan əksik etməyəsiniz. Gələn həftə yaxşısı budur da yenidən görüşənədək. Hələlik!